Selamun Aleyküm və Aleykümselam. Rahmetullah. Quranilərin bəzi şübhələri var. Deyirlər ki, Quran-Kərimdə keçən namaz sözü əslən yoxdur. Orada saləh sözüdür. Saləh də dua deməkdir. Quran-ı Kərimdə ümumiyyətlə namaz sözü ərəb sözü deyil. Namaz sözü ərəb sözü deyil. Ona görə Quran-ı Kərimdə də o yoxdur. Lakin Allah Subhanahu wa Taala, yəni Quran-ı Kərimdə ərəblə namaz elə salə deməkdir. Elə salə deməkdir. Allah Subhanahu wa Taala ona görə neçə dənə yerdə Quranda namaz qılmağı əmr edəndə deyir ki, aqimus salə, yəni namaz qılın. Və atuz zəkə və zəkat verin. Ona görə ərəb dilində namaz salə deməkdir. Yəni mən başa düşürəm bunlar nə demək istəyirlər. Çünki salə həmçinin dua deməkdir. Ona demək istəyirlər ki, dua mənasında. Yəni demək istəyir ki, namaz qılmaq lazım deyil. Belə başa düşürəm də. Yəni bu əslində gözlənilirdi. Yəni onlar buna aparıb gətirirlər cəmaatı. Yəni tam dindən dini qoymaq qırağa, tam dini yaşamamağa. Və ona görə təəccüblü deyil ki, artıq namaza da dil uzadırlar. Namazın vacibliyini də belə şübhə altına qoyurlar. Bu məsələyə cavab olaraq birincisi başa düşmək lazımdır ki, Quran-ı Kərimdə namaza çoxlu əmrlər var. Və namaz hətta vaxtları göstərir. Ki, filan vaxt Allah'a namaz qılın, filan vaxt Allah'a zikr edin. Və həmçinin də, məsələn, dəstəmaz ayəsinə baxsaq, Allah Subhanahu Taala buyurur ki, Ya eyyuhellezine amenu, İzə kumtum ilə salati, fəğsilu vucuhakum və eydiyakum ilal marafiqi və amsahu bi rusikum və arjulukum ilal ka'beyn. Yəni, bu hamısı nə deyir Allah Subhanahu Taala? Namaza durduqda, namazdan qabaq dəstəmaz alın. Deyir, əlvüzü yuyun, üzvüzü yuyun, əllərinizi yuyun, başınıza məs çəkin, ayaqlarınızı yuyun. Yəni, bu adi dua olsaydı, bu şeylər nəyə lazım deyil? Dua üçün bunlar heç nə lazım deyil. Yəni, sonra deyir Allah Subhanahu Fə in kuntum cunubən fattahharu. Cunub olsanız, yəni qusul almaq lazımdırsa, onda gedin qusul alın. Yəni, bu adi dua olsaydı, duadan qabaq bəyəm qusul almaq lazımdır. Belə çıxır. Sözsüz ki, yəni bu Quran-ı Kərimi əslində inkar eləməyədir. Onlar özlərini Quranilər deyirlər. Lakin onlar Quranı inkar edənlərdir. Əslində onlar Quranı inkar edən, Qurandan ən uzaq adamlardılar. Çünki Allah Subhanahu wa Taala Quran-ı Kərimdə neçə yerdə bu ayə daxil olunur, neçə dənə ayələr var. İnna salate tenha anil fahşai vel munkar. Məsələn, Allah Subhanahu Taala deyir ki, həqiqətən namaz pis işlərdən insanı qoruyar, çəkindirər. Belə baxan dua hamısı eləyir. Lakin namaz başqa şeydir. Namaz həm bədən və həm ruh təmizliyidir. Görürsən, bədən dəstəmaz almalısan, fikir verməlisən ki, bədənin, paltarın, nəcis düşməsin, çirk olmayasan və həmçinin ruh qidalanır. Adi dua olsaydı, hamısı dua eləyir. Hətta başqa dinlərdə də dua eləyirlər. Nə mənası oldu? Onda İslam necə, neyinə seçilir? Başqa dinlərdən. Və həmçinin hətta baxın, 1500 ildir müsəlman ölkələrində namaza azan verilir. O namazda deyirlər ki, hayya aləs-salə. Yəni o azanda deyirlər ki, hayya aləs-salə. Namaz azan sözləri düzdür. Hayya aləs-salə müəzzin deyəndə nə deməkdir o? Onun tərcüməsi gəlin namaza. Onda belə çıxır ki, bu 1500 il bu azanlar boş-boşuna verilir. Bu müəzzinlərlə duaya çağırır. Deyirlər ki, hayya aləs-salə, hayya aləl-fələ. Şübhəsiz ki, bu insanlar əslində İslam düşmənlərinə xidmət edirlər. Beləliklə, İslamda nə varsa onun hamısını şübhə altına qoyurlar, inkar edirlər. Və belə bir üsullarla. Ona görə azandır, iqamədir, namazdır, Qurandır. Hamısı onu göstərir ki, bu salə burada namaz deməkdir. Və nəinki namaz? Hətta as-salə, namaz, yəni 5 sütun var İslamın. Onun əsas sütunudur. Birinci sütundur, la ilahe illallahdan sonra. La ilahe illallahdan sonra. Ona görə yəni belə şeylərə fikir vermək lazım deyil və başa düşmək lazımdır ki, Quran-ı Kərimi gərək biz onu Peyğəmbər sallallahu əleyhi və səlləm və ilk nəsillər xüsusən və ümumən bütün müsəlmanlar necə başa düşülüb, belə başa düşək. Yoxsa belə çıxır ki, əlhamdülillah İslam kitabları, tarix kitabları mövcud. Belə çıxır ki, 1500 il müsəlmanlar namaz qılıb da səhv ediblər.
O qədər məscidlər tikilib, müsəlmanlar namaz qılır, həcc edir, ümrə edir, hamısı səhv eləyiblər. Bunlar da başa düşüblər güya Quran-Kərim. Bu əslində Quran-Kərimi inkar eləməkdir. Allah Allah təala. sizdən.